Çinli əskər Azərbaycanlı qızla evlənəcək nə də la? 9 ay əvvəl. Bu nədir? Mən fəxr Qaqaş niyə Azərbaycan ordusunda xidmət edir? edirəm ki, bu Azərbaycan ordusunda xidmət edirəm. 1 il 6 ay ərzində mən çox şeyə uyğunlaşdım və çox şeylər başa düşdüm. Kimi onu Lin deyə çağırır, kimisi isə Çinli deyə. Azərbaycan ordusunun sıralarında xidmət edən Çin əsilli Emin Lin həm silahdaşlarının, həm də komandirlərinin dərin hörmətini qazanıb. Lin Çin, İngilis, Rus və Azərbaycan Cəmaət bizi qaqaşı görürəm. dillərində sərbəst danışa bilir. Deyir ki, əskərliyinin ilk günlərində yoldaşları onu sual atəşinə tuturmuş. İlk dəfə çox maraqlı Sual atəşi. qarşıladılar. Nətər, yəni gəldim, yəni hamıya Gəldim. Xoş gəlmisən Firan, necəsən? maraqlı oldu ki, Çinli gəlib Azərbaycanda xidmət eləyir. Çox Necə idi qabları yuya bildin? suallar verirdilər. Çox maraqlanan şey, yəni Çinli mətbəxdir. Yəni oradakı yeməklər nətərdir? Yəni Azərbaycan mətbəxinə oxşayırmı? Ya oxşamır. Yəni mən də əslində Çin mətbəxini çox da yəni bilmirəm. Yəni Bax Çin mətbəxini bilmirəm zət. Olmadı. Bu qəbul edilməzdi. Yem- Qaqaş sus da bir. Sushi də bir dəqiqə. yemişəm, anam evdə bişirir. Yəni Bundan sonra gedəcəksən qabları yumağa. qarışıq bişirir. Həm Azərbaycan, həm Çin Dərd alınmır. mətbəxindən bişirir. Prosta yəni belə çox maraqlı suallar verirlər. Məsələn, atan, anan haralıdır, harda yaşayırlar, nəsə Çox maraqlı sual deyir. Atan anan haralıdır? Mən heç belə sual verilməyib. Mənə gəlsin. Çinli olmadım. Çinli olmadığım üçün mənə belə sual verilmədi. bacısız, nəsə qardaşsız. Yəni həmişə Siz qardaşsınız. Evin tək uşağısan. Tək oğulsan yoxsa tək uşaqsan? verdiyi suallar bunlar oldu. Sonra da sual vermirdilər. Yəni çox adam da tanıyır, çox hörmətlə yanaşırlar. Eminin ailəsinin kökləri uzaq Çinin Çox adam da tanıyır deyəndə daydaylayam dedi. Nə dedi başa düşmədim. Guangzhou şəhərinə bağlıdır. 1998-ci ildən sonra sahibkarlıq fəaliyyəti ilə əlaqədar Azərbaycana köçən Lin ailəsi paytaxtda yeni həyata başlayıb. Məhəmməd, Aygün, Aydın, Emin və Arzu Lin olmaqla 5 övladın hər biri bu torpaqda böyüyüb. Bəli, Hamısının adı Azərbaycan adıdır, bir dənə qaqaşın adı da Lindir. mən anam Guangzhou şəhərindədir. Mən ailəm 2000-ci ilə yaxın gəlmişlər Azərbaycana və ticarət ilə gəlmişlər. Bütün uşaqlar da yəni burada anadan olub böyüyüb. 2006-cı ildə doğulmuşam. 11 aprel 2006-cı il. 2006-na da la. Bəbədir ki bu. 5 uşağıq. Yəni anam, atam və 5 uşaq, 3 qardaşıq, 2 bacı. Əskərliyinin qardaşı Aydın Lin vaxtilə işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissədə xidmət edib. Antiterror tədbirlərinin iştirakçılarından olub. Bacısı Aygün Lin isə əlbəyaxa döyüş növ üzrə qara kəmər ustasıdır. Beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəldib və hazırda məşqçi müəllim kimi çalışır. Yəni qardaşım da hərbi xidmətdə olub. 2023-ün iyul ayında. Bacım da idmançıdır, Aygün. İdman akademiyasına qəbul olundu və orada başladı idman kursunu eləmək. İndi müəllimdir. Ustan 2014-dür. Da qara kəmərdir. Balaca bacım Arzu, bir də ən böyük qardaşım Məhəmməd. Yəni biz 5 uşağıq. Hazırda Emin Lin xidmət etdiyi hərbi hissədə gününü nizam-intizamla keçirir, səhər idmanla məşğul olur. Maarifləndirici dərslərdə döyüş hazırlığı təlimlərində iştirak edir. Onun sözlərinə görə, hərbi hissədə əskərlərin həm istirahəti, həm də peşəkar hazırlığı üçün bütün şərait yaradılıb. Bilyardla bağlı bir kəlmə söz deyərdim. Neyse. Kaş bizim də əsgərliyimizdə olardı. Yəni, sadəcə bunu deyim. Bir də yəni bilyardın olmasından əlavə saat da bilyarddan olur. Dizayna bax.
Maşallah, maşallah. Hansı çasdır görsən bu? Xidmət necə keçir? Pis deyil, yaxşıdır. Əslində vaxt Qardaş o qədər bəllidir ki, ilk dəfə olur bu Erbildən otağa. gəlmişdim. Ancaq Əsgərdə belə şeylər var. Bir aydan sonra təxrizəm. Gözləməzdim ki, belə Yəqin bir var da, şeylər nə ola bilər əslində. Ancaq vaxt belə tez keçdi, yəni yaxşı keçdi. Çoxlu dostlarım da var. Emin deyir ki, xidmətini başa vurduqdan sonra Üstü söhbət edirəm. mülki həyata qayıdacaq, şəxsi biznesini yaradacaq və yolunu Şəxsi biznes. səbirsizliklə gözləyən nişanlısı ilə ailə həyatı quracaq. Yəni işləmək, pul Qardaşın 18 yaşı var, deyək 19 yaşı var da. Ujum nişanlı. qazanmaq, ailə Biz buradan bura qız tapıb evlənə bilmirik. qurmaq və s. Azərbaycanlı qızla mı düşünürsən ailə həyatı qurmaq? Azərbaycanlı qızla düşünürsən deyəndə ki, nişanlısı əgər Azərbaycanlıdırsa, deməli Azərbaycanlı qızla düşünür də. Bəli, əslində birisi var və onunla ailə qurmağa fikrim var. Mən hərbi xidmətə təzə gələndə mənə yolu salmışdı. O vaxtdan da gözləyir. Eminliyinin hekayəsi göstərir ki, Azərbaycanda həmrəylik və dostluq möhkəm təməllər üzərindədir. Bu torpaqda böyüyən vətənpərvər gənclər öz fərqliliklərini bir gücə çevirərək Ali Baş Komandanın rəhbərliyi altında vətənin müdafiəsində birləşirlər. Eminin hekayəsi sübut edir ki, bu torpaqda hər kəsə yer var və hər kəs üçün şərəfli xidmət etmək imkanı açıqdır. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Nuray Qədirli, APTV. Azərbaycan Respublikasına xidmət edirəm. 9 ay əvvəl olduğu üçün qaqaş üzə 8 aydır biznes falan açıb. Allah kömək olsun, nə deyim. Bizim bəzi ruska yazış nituşkalardan Azərbaycanca səlis danışır oğuldur. Çinli kardeş, ben de bir Türk olarak Azərbaycanda askerlik yaptım. 2009'da gurur duyuyorum ürək. Halal olsun, çox mükəmməl nümunə. Var ol vətən oğlu. Qurban olaram sənə, kim olursan ol, bizim övladımızsan. 3 dənə ürək. Kaş Çində də Uyğur türklərinə qarşı bu cür normal münasibət olsa. Nöqtə. Bu məndən yaxşı danışır Azərbaycan dilində. Ruslan sənə deyir. Halal olsun, bizim bəzi Azərbaycanlılar heç öz dilimizdə danışa bilmirlər. Allah əsgərimizin ailəsini qorusun. Evlən Çinli qardaş. Nöqtə. Bizimkilər bəlkə sənə baxıb həvəsə gəldilər. Həvəsə gəldilər. Gəldik. Qəşəng, qəşəng.